Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox dadlı, tərəvəzli ət qovurması resepti paylaşıram. İstədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz. Aldığımız əti sümükdən, şirəli bərk pərdələrindən təmizləyirəm və soyuducuya qoymaq üçün sousluq, qovurmalıq və yaxud qiyməlik ayırıram. Bugünkü ət qovurması üçün də bizə yumşaq tikələr lazımdır. Ət uzunsov, nazik şəkildə, yəni julyen formasında doğranır. Tərəvəzlərlə eyni formada doğranmalıdır. Təkcə dana ətindən yox, eləcə də toyuq filesindən hazırlaya bilərsiniz. Çox dadlı yay qovurmasıdır. Təkcə qarnirlərlə yox, elə lavaşla, çörəklə də çox dadlı olur. Əvvəlcə əti doğrayıb, yağın içərisinə əlavə edirik. Duzsuz, istiyotsuz qovururam. Tam suyunu buraxdıqdan sonra duz, istiyot və doğranmış 2 baş ağ soğan əlavə edirəm. Soğan pörtlədikdən sonra 1 ədəd nazik doğranmış bibər və 2 ədəd kök əlavə edirəm. Təzə pomidordan da istifadə edə bilərsiniz, amma mənim qışdan qalan yayda bağladığım çığırtmalıq pomidorum var. Bundan istifadə edirəm, çox dadlı alınır. Pomidordan istifadə eləsəz, zövqə görə 1 xörək qaşığı tomat da əlavə edə bilərsiniz. Əgər siz də mənim kimi bağlama pomidordan istifadə eləsəz, mütləq duzunu az əlavə eləyin və yoxladıqdan sonra yenidən duz əlavə edə bilərsiniz. Artıq yeməyimiz hazırdır. Mən bugün onu qarabaşaqla, yəni qreçka ilə süfrəyə verirəm. Hazırlayan hər kəsə indidən nuş olsun. Sağ olun.